Balqabaq şirəsini hazırlamaq çox asandır. Balqabaq təkcə şorba və ya şirin xəmirlərin hazırlanması üçün yaxşı ingredient deyil. Ondan dadlı və qidalı içki də alınır. Balqabaq şirəsi sitrus meyvələri ilə birləşdikdə həm böyüklərə, həm də uşaqlara xoş olacaq. Tərkibi 1,6 litr üçün 1 kiloqram təmizlənmiş balqabaq, 1 litr su, 2 portağal, 200 qram şəkər, 2 xörək qaşığı limon şirəsi. Hazırlanma qaydası. Balqabağı qabığından və toxumlarından təmizləyib kub şəklində doğrayın. Balqabağı qazana qoyun, 1,5 litr su əlavə edin. 2 portağalı soyub kub şəklində doğrayın və balqabağın üzərinə əlavə edin. Kütləni odda qaynadın və qaynadıqdan sonra 20 dəqiqə bişirin. Balqabaq portağal qarışığını oddan götürüb blenderlə əzin. Sonra qarışığı süzgəcdən keçirib yenidən odda qoyun. Şəkər və limon şirəsini əlavə edin. Şirəni daha 20 dəqiqə bişirin. Hazır isti şirəni sterilizə olunmuş bankalara tökün və sterilizə olunmuş qapaqlarla bağlayın.